Əziz dostlar, bizim studiyamızın qonaqlarının əlləri də kifayət qədər bacarıqlı əllərdir. Həm əlləri, həm beyinləri. Çünki məktəblilərimiz xaricdə, hətta 2 müsabiqədə robototexnika ilə bağlı kifayət qədər nüfuzlu yarışda çox uğur göstəriblər. Həm əllərini, necə deyərlər, işə salıblar, həm də beyinlərini. Və oradakı göstərdiyi uğurdan sonra ölkəmizə qayıdıblar və birbaşa bizim efirimizə qonaq gəliblər ki, biz də onları istəyirik təqdim edək və gözəl bir söhbətimizə başlayaq. Bugün efirimizin qonaqları komandanın baş mentoru Təranə Nəbiyeva, daha sonra müsabiqədə iştirak edən gənc istedadlı şagirdlər. İstəyərim sırayla başlayayım. Demək, Yusif Şükürlü, Həmid Eyyubov, Ülviyə Rəsulova, Mədinə Rəhimli və Firəngiz Həsanova. Xoş Müəllimələr kimi. Burada indi hamısı bir-bir deyir. Burada jurnaldan oxuyan kimi. Tərən xanım, gəlin sizinlə başlayaq biz söhbətə. Biz müsabiqənin adını filan belə tam açıqlamadıq. Sözü ötürürük sizə. Robototexnika ilə bağlı çox nüfuzlu bir müsabiqədə siz ilk dəfə olaraq Azərbaycan adından iştirak etdiniz. Ondan sonra orada uğur qazanıb Texas ştatına yollandınız. Daha bir finalda siz uğurla iştirak etdiniz. Danışın bu barədə, bizə bir ümumilikdə məlumat verin. Sabahınız xeyir olsun. Çox sağ olun bizə bu şəraiti yaratdığınız üçün. Bəli, mən ümumi məlumat verim, sonra şagirdlərimiz özü daha ətraflı məlumat verərlər. Bilirsiniz ki, artıq sistem dünyada çox yer tutmuş bir tətbiq olunan bir sistemdir. Azərbaycanda da sistem artıq yayılmağa başlayıbdır və Təhsil Nazirliyimizin də dəstəyi ilə demək olar ki, Azərbaycanın bütün və şəhər kəndlərində sistem inkişaf edir və inkişaf etməkdədir. Bizim qatıldığımız layihə isə sistemin ən böyük yarışması olan FIC, yəni First Robotics Competition-dır. Bunu nə üçün belə ən böyük deyirik? Bunun ən fərqi ondadır ki, robotun həcmi və şagirdlərin yaş kateqoriyasına görə. Çünki bu yarışmada 14-18 yaşlı, yəni ən çox yaşa malik olan şagirdlər qatılırlar və robotun həcmi isə digər robotlara nisbətən daha böyükdür. Yəni, misal, bu ilki robotun həcmi uzunluğu maksimum 1,50, çəkisi isə 56 kiloqramda olan bir robot idi. Bizim robotumuzda bu parametrlərə uyğun bir robot hazırlanmışdır. FIC yarışması yəni 1992-ci ildən bəri keçirilir və Azərbaycan olaraq ilk dəfə qatıldıq və bunun fəxrini və çətinliyini bu müddət ərzində yaşadıq. Neçə nəfər? Çox məsuliyyətlə onu başa çatdırdınız. Neçə nəfərdən ibarət komandayla? Komandamız 22 nəfərdən ibarətdir. Çox böyük bir komandadır. 2 mentorumuz və 22 şagirdimiz var. Bayaqlarında vurğuladığımız kimi robotumuz çox böyük bir robot olduğu üçün komandamızda... Ölçüsü təxmini nə boydadır? Uzunluğu 1,50, kilosu 36 kiloqram. Çünki burada hər hansı bir millimetr bilə fərq eləyə bilmərik biz. Çünki robot yarışa başlamamışdan əvvəl inspeksiyondan keçir və bu inspeksiyonda bütün santimetrlərə kimi onlar yoxlanılır. Olmasa robot yarışa buraxılmır və komandanın belə böyük olmasının əsas məqsədi odur ki, bizdə həm texniki, həm qeyri-texniki formada gedir bu yarışma. Yəni, həm robot hazırlığı, robotların yarışdırılması və bununla da yanaşı həm də sosial layihələr, biznes planın qurulması, bunların təqdim olunması, yəni bu da layihənin bir çərçivəsidir. Biz aprel ayının 7-si, 8-i, 6-sı, 7-si, 8-i New Yorkda olan regionala qatıldıq. Regionallar fərqli-fərqli ölkələrdə olurlar. Orada 22 nəfərdən qatılmışdınız? Bəli. Ən çətinlərindən biri New York regionalıdır. Çünki oranın aparıcısı da sırf FIC-nin öz prezidenti orada olur və ən önəmli olanıdır. İlk dəfə olaraq biz istədik ki, ən belə deyək, çətinliyindən başlayaq. Amma buna baxmayaraq 57 komanda bizdə daxil olmaqla orada iştirak eləyirdi və bu 57 komandadan cəmi 7 komanda dünya çempionatlığına keçmə hüququ qazana bilərdi. Onlardan da biri sizin, yəni bizim komandaydı. Bəli, ilk dəfə qatılmamıza baxmayaraq o 7 komandadan biri biz olduq və biz orada Rookie All-Star və Wild Card mükafatlarını əldə edərək dünya çempionatına qatılmaq şansı əldə etdik. Nə gözəl Təranə xanım, ətraflı məlumatınız üçün çox sağ olun, amma izninizlə istəyərdik ki, bizim istedadlı uşaqların səsini eşidək. Biraz danışaq uşaqlarla, sonra gələrək Texas ştatında keçirilən o vəsiqə qazandığınız daha bir onların proyektidir, ona görə də onlardan sonra. Buyurun. Sabahınız xeyir olsun. Gəlin başlayaq sizdən. Sizin baxırıq geyimlərinizin üzərində də yazılıb. MECHAC, bu sizin komandanın adıdır. 9030-cu komanda. Nə ifadə edirsiniz üçün MECHAC? Yəni, nə demək istəyirsiniz bununla? Bizim komandamız aprel ayında First Robotexnika yarışmasında 90-30 nömrəsi ilə çıxış edib. Bizim adımız MECHAC-dir, yəni ki, Mechanic Hackers. Aha.
və bu biraz zarafatçıl addır və gənc komandanın necə demək? Gənc komandanın mexanikada qazandığı uğurlardan danışır. Mexanikada tam yəni. professional olmaqlarını deməkdir. Aydındır. Mən istərdim Mədinə ilə söhbətimizə davam eləyək. Sizin yəqin ki, mikrofonunuz var üzərinizdə. Çox gözəl. Ümumiyyətlə, necə yarandı bu ideya? Necə düşündünüz ki, bu funksiyalı bir robot yaradasınız? 21 nəfərin hamısı bir araya gəlib mi bu ideyaya səs verdilər? Yoxsa necə oldu? Ümumiyyətlə, o robot nə iş görürdü? Yəni, o metr yarımlıq və kiloqramı nə qədər idi? 36 kilo. Siz nefti neçə metr quyudan çıxardırsınız? Bu 36 kiloqramlıq çəkiyə 15 yaşlı uşağın çəkisindədir sanki. Robotun funksionallığı nədən ibarət idi Mədinə xanım? Deməli, hər il yanvarın 7-sində NASA dünyaya FRC-də robotun nə iş görəcəyini açıqlayır. Tapşırıq verilir. Bəli, tapşırıq verilir. Hər il fərqli olur. Bu ilki tapşırıq o idi ki, robot sensorlar və fərqli ədəqatlar işlədərək kubları və konları götürüb onları lazımlı yerlərinə qoymalıydı. Və orada həm də charge stations var idi, yəni orada robot gedib balans etməli idi. Sanki işçi qüvvəsi kimi ikincidə bir işi həyata keçirirdi. Bəli. Və bizim robotexniklərimiz bizim məhdudi finansial situasiyamıza baxmayaraq robotu çox gözəl şəkildə qurmağı bacardıq. Proqramçılarımız robotu kodlaşdırdılar və biz FRC-də uğurla participate etdik. Çox iştirak elədiniz. Nə gözəl. Bəli. Yusif, davam eləyək sizinlə. Neçə ildir neçə ildir robototexnika ilə məşğul olursunuz? Düzündürsə, mən 4-cü sinifdə başlamışam robototexnikaya maraqlanmaya. İndi neçənci sinifdəsiz? İndi 10-cu sinifəm. 4-cü sinifdə mən ilk dəfə valideynlər Arduino alıblar və onunla mən robototexnikaya həvəsləndirməyə başlamışam. Bu ildə mən bu komandanın mexanikanın kapitanıyam və Komanda kapitanısınız. Bağışlayın, siz axırda... Mexanikanın kapitanıyam. Bizdə hissələr var. Elektronika, dizayn, sosial layihələr və şirkət içindəki departamentlərə bənzəyir bu. Anladım. Bir sistemdir sanki səltənətdir. Mən də mexanikanın kapitanıyam və baxıram necə robotu yığırlar, yəni dizaynla kömək eləyirəm, sonra dəmir yığmağı və s. Həmid, sizin vəzifəniz, işiniz nədən ibarətdir? Mən də elə mexanika komandasının bir üzvüyəm. Robotun yığmasını, robotun işləməsini, robota gidravlika sisteminin hamısının qurulması, o hamısının montaj edilməsi, hamısı, yəni təkcə mən olmur, necə deyim sizə, komandanın birlikdə olur. Təbii. Yusifin ilə köməyi ilə robotu belə mexanikasını düzəldirik. Hərəkətə gətiririk. Mən istərdim Firəngizlə söhbətimizi davam eləyək. Xoş gəlmişsiniz. Çox sağ olun. Maraqlıdır ki, bundan sonra hansı ixtiralarınız var ağlınızda ki, aha, bunu eləyə bilərdi, bunu istəyərdi. Şəxsən sizin və komandanın varmı hansısa ideyalar bölüşəsiniz bizlə? Əslində, gələn ildə istəyirik ki, robotumuzu biraz da mükəmməlləşdirək. Bəzi nüanslara baxaq. Adı var onun? Robotun, bəli. Biriniz yox deyirsiniz, biriniz səhv kiməyə almaqsınız? Robotumuzun adı Luki'dir. Luki. Bəli, belə bir ad qoyublar uşaqlar. Luki? Ruki. Bəli, belə bir ad qoydular. Son gündə qoydular. Mən də bəlkə bir yanlış deyə bilərəm. Tələbələrimizdən biri elə New Yorkda olanda adını yazdırdı. Nə gözəl, qoy Firəngiz əlavəsi var idi bitirsin. Bəli, robotu mükəmməlləşdirmək istəyərdik. Biraz nüansları işləmək, üstündə biraz işləmək istəyərdik. Gələn ildə biraz da böyük uğurlara nailiyyət qazanaq. Nə gözəl. Uğurlar arzulayırıq hər birinizi şad olduq studiyamızda görməyə. Hər zaman ölkəmizin adını yüksəklərə qaldırın. Biz də sizi məmnuniyyətlə studiyamızda salamlayaq. Əziz dostlar, nəzərinizdə çatdıraq ki, bugün efirimizin qonaqları komandanın baş mentoru Təranə Nəbiyeva və sırayla ardıcılıqla deyəcəm ki, müsabiqədə iştirak edən istedadlı gənc şagirdlərimiz Yusif Şükürlü, Həmid Eyyubov, Ülviyə Rəsulova, Mədinə Rəhimli və Firəngiz Həsənova.
Uğurlar dostlar, çox sağ olun. Onsuz da sürətlə biz gündəlik həyatımızda, günümüzdə müxtəlif sahələrdə robotlaşmanın fərqinə varırıq. Bundan bəzən sevinirik, bəzən bunu üzülürük. Ümidvarıq ki, sizin də bundan sonra hazırlayacağınız robotlarda və yaxud da öz təkmilləşdirəcəyiniz robot fayda verəcək insan övladına.